Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Ramazan ayının 29-cu günü, ehtimal var ki, bu gecə ay görünsün. Bəzi əlamətlərə əsasən, inşallah sabah əslində fitr bayramıdır. Amma təəssüf ki, hər il olduğu kimi əlbəttə artan və intensivləşən bir intervalla ölkəmizdə kimliyimizi tamamilə aradan aparmağa istiqamətlənmiş dalğa var və bu dalğanı yaradanlar çox gözəl bilirlər ki, bizim xalqın istəyir milli kökəni, istəyir həqiqi insani, yəni dini kimliyi hər ikisi Əhl-i Beytdən su içir. Və buna görə də istiqamətləndiriblər və təbii olaraq qlobal proseslər fonunda baxsaq, ölkəmizdə bizim xalq kimi həssas bir xalq olan və 80%-dən çoxu Əhl-i Beyt kökənli olan xalqın azdırılması və sehirləndirilməsi prosesi sürətlənməlidir. Bugün xüsusi olaraq mən danışmaq istəyirəm sizin xidmətinizə bu problemləri. Əlbəttə, yəni bir xüsusi buraxılış olaraq, xüsusi proqram olaraq, amma bəhsin özünü ümumi şəkildə siz əzizlərə çatdırmaq istəyirəm. Əlbəttə, məsələ burada dinin xüsusi detalları deyil. Məsələn, rituallarının götürəsən hicab problemdir. Bizim problemimiz əslində hicab deyil. Bizim problemimiz namazı belə qılmaq, belə qıldırmaq deyil. Bugün bizim problemimiz Ramazan ayını dövrün fironlarının oyuncağına çevrilən Azərbaycan hakimiyyətinin dəsturu ilə açıb bağlamaq deyil. Sırf detal olaraq bu deyil. Deyək ki, hicabdır, namazdır. Ramazan ayının gecikməsi, gec olması, tez açılması bu deyil ki sırf. Problemin kökündə bu detallarla bizi hara aparmaq istədikləridir. Kimlik, ictimai və sosial, milli və dini və insani şəxsiyyət vəsiqəsində Yahudun Azəri, Azərbaycan qolu yazdırmaqdır. Məsələ budur. Ona görə mən bu məsələyə toxundum ki, bu məsələlər ki, bu iftar məsələsi, orucluğun bu cür başına faciə gətirilməsi məsələsi, necə edim, nə formada danışım, birinci ağlıma gələn iki mətləb oldu. Həmişə olduğu kimi. Əgər biz özümüzü həqiqi Allahın bəndəsi kimliyinə bürümək istəyiriksə və bir xalq olaraq qəbul ediriksə, bizim milli və insani, yəni dini kökümüz Əhl-i Beytə söykənir, Allaha söykənirsə, onda əksəriyyəti tarix boyu fasiq olan və bizim kökümüzə, insanlıq kökümüzə və Allahımıza xəyanət edən Yahud bunların dediyi ilə oturub duranda bizi hansı aqibət gözləyir? Kök gəlir Yahuddan. Ona görə ərz edirəm ki, məsələ İslam, ilahi din və həyat tərzi olan və bizim kökümüzü təşkil edən bir xalq olaraq rituallar və qanunların detalları deyil. Ki, Ramazanı niyə bu qədər əvvəl başladı, sonra qutardı, sonra başladı, nə bilim, əvvəl qutardı, bu deyil. Hicab niyə qadağan oldu, deyil, şəxsi deyil bu detallar. Bəli, mübarizə aparmaq lazımdır, amma bunlar deyil əsas hədəf, bunu dərk eləməliyik. Bunları dərk eləsək, onda hicab niyə qadağandığını yaxşı dərk edəcəyik. Başda oturan sinxron cəmiyyət istəyir. Azərbaycanın siyonist nökərinə çevrilən hökumətini idarə edən fahişəlik kökü üzərində qurulan
Siyonist və əksəriyyəti fasiq olan Yahud və evangelizmin balalarının əl kuklalarıdır bu klanlar və bu hökumət sistemi. Onlar bunu istəyəcək, sinxron istəyirlər, uyğun cəmiyyət, həmrəng cəmiyyət istəyirlər. Buna görə dedim ki, ağlıma gələn bu məsələni eşidən kimi iki söhbət oldu. Biz kökümüzə qayıdıb, köksüz Yahud ki və bu yaxınlarda sonu gələcək siyonist sisteminin qurbanı və əlaltısı olmamaq üçün yenidən bir mənbəyimiz olan Əliyə baxaq. Əli əleyhissalamdan İbn Nəbatə ya Nəbatə bir hədis gətirir. Bu səpkidə hədislər bir neçə dənədir. Mən birini deyirəm. Axirü zamanda apokaliptik hadisələr şiddətlənəndə bir əlamət də o həzrət buyurur ki, Ramazan ayının hilalı, ayı məsələsidir. Bilirsiniz də, ərəblərdə ay görünməklə başlayır və ayın görünməsi ilə bitir aylar. Ramazan hilalı məsələsi. Əleyhissalam buyurur, o zaman ki, bəzi yerlərdə görəcəksiniz ki, ay insanlar görəcək, bir günün ayı, 2 günün ayını oxşayacaq, böyük aya oxşayacaq. Və yaxud da axırda ay görünməyəcək və ya görəcəklər, yer dəyişik düşəcək. Ya bir gün tez başlayacaqlar, ya bir gün gec başlayacaq, iftar yeyəcəklər. Axırda da bəzən bir gün tez açdıracaqlar. Bugünkü hadisələr bizə bunu göstərir. Bu müjdədir bir tərəfdən. Amma fəbəşşiri sabirin buyurur Allah. Fəbəşşiril müminin buyurur Allah. Səbr eləyənlər üçün müjdədir. İman əhli üçün müjdədir. Kimlər üçün müjdə deyil? Baxın, ikinci mənbəyimiz. Peyğəmbərin tapşırdığı iki ağır əmanətdən biri Əli idi, Əhl-i Beyt. Biri də onun cansız forması, cansız, yəni fiziki kitab formasında olan Qur'an. Avtomatik ağlıma gələn ikinci mətləb də bu Qur'anın ayəsi oldu. Daha doğrusu elə birinci bu gəldi, sonra hədis zehnimə gəldi. Görək bizi hansı aqibət gözləyir? Zuxruf surəsində bir ayə var. Əvvəlinə və sonrasına da maraq elədi. Çünki birinci bu ayə gəldi ağlıma bugün Azərbaycandakı bu fiyaskoların çoxalması. Amma əvvəli və sonuna da müraciət elədim ki, siz əzizlərə diqqətinizə çatdırın bu məsələni. Bilirsiniz, Zuxruf surəsinin əsas ayə özü 54-cü ayəsidir. Ki, Fir'un barəsində fəstəxəffə qavməhu fəəta'uh. Ayə budur. Əlbəttə, ayənin yarısıdır bu hələ. Bu hissəsi barəsində çox danışmışıq sizə əsas. Öz qövmünü təhqir elədi, kiçik saydı və qövmü də fasiləsiz itaət elədilər ondan. Amma gəlin ayənin əvvəlindən başlayaq. Dərdimizin kökü hardadır? Başlamadan öncə bayaq dediyim mətləbə qayıdım ki, niyə qeyd etdik? Köksüz və əksəriyyəti fasiq olan Bəni İsrail və Yahud bugün onların zilvəsi siyonizm və evangelizm və onların kuklalığını edən hökumət strukturaları bizi hara aparır? Bunu istəyirik başa düşək də. Biz yadımıza gəlirsə o əvvəlki kanallarımızda Yahud həqiqətlərindən danışanda bir mövzuya çox təkid edirdik. Bunlar mazaxistdir. 3000, 4000, 5000 il bundan qabaq onların dövründə qapazaltı qalmışdılar. Musa gəldi, bunları xilas elədi. 9-10 möcüzə göstərdi, bunlar qudurdular. Həmin psixologiyanı dünya xalqlarına başlayıblar tətbiq eləməyə. Ki, bizim qapazaltımız olmalıdır xalqlar. Bu yadınızda olsun. Söhbət bu ayədə bunlardan gedir. Musa gəlir, Allah Teala Harunla bir yerdə, qardaşı Harun Peyğəmbərlə göndərir, Fir'unu
İnnehu tağa tuğyan edib, həddi aşıb. Get onunla əvvəl birinci mülayim dildə danış, münasib dildə danış, Bəni İsrail onun əlindən xilas eləməyə, sonradan quduracaq və bugün rəhbərin təbiri ilə desək, bölgədə quduz itə dönmüş Bəni İsrail, əksəriyyəti əlbəttə fasiqdir. 51-ci ayədən başlayaq, bizim ayəmiz 54-dədir. وَنَادَى فِرْعَوْنُ فِي قَوْمِهِ Fir'on Musa gəldi, təklifini eləyəndə təkəbbürlə nə deyirdi? Mənəm Allah olsun, mənəm sizin o çayı axıdan, o Nil çayını. Təkəbbürlə başladı nida eləməyə öz qövmünə, fəryad elədi, çağırdı. Qal, nə dedi? Dedi ki, ya qavm, ey mənim qövmüm, ya qavmi, əleysə li mulku Misr, bu Misrin mülkü mənə aid deyilmi? Dəmir yumruq, mən təhlil eləməyəcəm çox. Baxın, bugünkü demək istədiyimiz mətləbi çıxarın. Dəmir yumruq mən deyiləmmi? Və hədihil ənhar, Misrin bu çaylar axır ha, bunlar mənim deyilmi? Bunun hökuməti mənim deyilmi? Dəmir yumruqla mən saxlamırammı? Təcrimin təhti, mənim altımdan axır keçir. Bulağı başında dəmir yumruqla 60 yaşım var, qolu qısa Zelenski kimi şəkil çəkdirirəm ha. Bu çaylar mənim deyil. Alınan torpaqların adı sizindir, dadı mənim və məni idarə edən strukturaların və klanların deyil. Fironda idarə edən strukturalar kimi idi? Nəfsi idi. Və üzərindəki ata Fironu idi. Sonraki bala Firon gəldi. Əfələ tubsirun, görmürsünüz, çorsuz. Bax, bunun axırı gedir ha, qövmünü, öz xalqını buzu təhqir elədi. Allah ona görə deyir. Dərd orası deyil. Dərd deyəcək. Əm ənə xayrun min hədəlləzi huvə muhin. Diqqət eləyin. Firon davam edir. Ay mənim cəmatım. Ya da baxıb görmürsünüz ki, mən Firon. Muhin, yəni Musanı göstərir. Harunu göstərir. Allahın pak və haqq cəbhəsini müdafiə edən şəxsi göstərirdir. Ya da görmürsünüzmü ki, özün təriflədi, zahiri parametrlərlə və qüdrətin göstərdi. Mən deyiləm dəmir yumruq, mən deyiləm konkret istədiyim kimi aldığım torpaqlara səni pulla buraxan. Mən deyiləm, qorxutdu, həm də cəzb elədi zahiri qüdrətlə. İndi la təlbisul haqqə bil batil. Haqla batilin yerini dəyişir. Keçdi ondan sonra Musanı göstərir. Ay cəmaat, ya da görmürsünüz ki, bu nəzubillah, cılız, heç sinəyi olmayan zahiri Musa peyğəmbərdir. Mən bu boyda sizin sahibiniz dəmir yumruq. Görmürsünüz bu cılızı? Mən üstünəm ya o. Və la yəkadu yubin. Musa Aleyhisselamın dilində biraz müşkül var idi, biraz pəltək kimi idi, gec danışırdı. Başladı lağ eləməyə. Filan yeri belədir, cılızdır, zahiri parametrinə. Bu nə gündədir? Bu bir həsirdir, bir Məmməd Nəsir, ay cəmaat. Danışa bilmir, dili topuq vurur. Bugün Azərbaycanın Siyonist hökumətinin mediaları İslamın praktiki və əməli şəkildə dəyərlərini müdafiə edən cəbhəni necə lağ eləyir? Gedin telegramlarında, gedin filan yerlərində, filan kanallarında, sosial platformalarında, YouTube'larında baxın. İşləri nədir? Hansısa müştəhidi, QHT adıyla azad təşkilat, biz də inandıq, bəli, əslən Əliyev hökumətinə, əslən Siyonist klanlara heç bir dəxlisi yoxdur. Biz də inandıq. Amma necə təhqir eləyirlər, necə cəmaatın gözündə. Filan yeri belədir, qulağı belədir, nə bilim, müştəhidləri.
Bunları deyirdi, bunların bir şəbəkəsi də haqq və argumentlə mübarizə aparmaq əvəzinə şiələrin içərilərinə saldıqlarıdır. Müştəhid xəttinin içərilərinə saldıqlarıdır. Şəxsi məsələləri qabardanlar və insanları töhmət vuranlar, hamısı Yahud sisteminə xidmət edən DTX və hökumət strukturalarından qaynaqlanır. Biri sünnə cildinə girir, biri şiə cildinə girir. Qarşı tərəfə yalnız töhmət vursun. Firon xəttidir, əzizlər, Firon. Mən görmürsəm, mən çoxluğu gözə çəkirlər. Əgər filan cür olmasaydı, mən bu boyda qüdrətim, mən bu boyda tərəfdarım, şov, meyar olub bu zahiri parametrlər. Firon da bundan danışır da. Özünü qaldırdığı zahiri parametrlərlə, Musanı zahiri parametrlərlə endirdi cəmatın gözündə. Sehrə gətirmək istəyirəm mən məsələn, sehrin mənasına. Öz ayəmizə çatırıq yavaş-yavaş. فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِنْ ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ. Cəmat gör necə saçdırır. Ay cəmat, mən ki bu cür qüdrət sahibi, bunun heç adı yoxdur. Heç dili də topuq vurur, nəuzubillah. Yaxşı, belə düz deyirsə, inandırmaq istəyirsə, niyə bunun qolbaqları, hər qolunda bir 30 kilo qolbağı, boyunbağı, parıldayan, cəzb edən, yeriməyə qoymayan, yerlə sürünən, belə deyək də, qızılı daşqaşı yoxdur. Baxın, sehrə gəlir ya, sehr, necə insan sehir. Ya da ondan niyə mələikə gəlməyib, mələklər? O vaxt allatma vasitəsi mələklər idi. Sehrə gətirirəm sözümü. Sehr, ümumiyyətlə nədir? Səhər deyirik biz, səhər. Sehr, səhər, eyni köklü sözlərdir. Səhər yəni nə? O gün təzə çıxmağa başlayır və insanı cəzb edir, o hava qamaşdırır. İnsan ruhu aydınlığa çıxan bir his verir insana. Sehr yəni qamaşdırır. Bugünün sehri, Fironlarının sehri, bayaq deyirdi ya, özünüz çıxardın. Fironun Quran ayəsinə əsasən, mənimdir bu çaylar, mənimdir bu alınan torpaqlar, mənimdir ərazilər, dəmir yumruq. Sehr yəni nə? Zahiri parametrlərlə göz qamaşdırmaq. Görsən, Firon nə deyir? Zahiri parametrlər. Mən zahirən ondan üstünəm, onun dili topuq vurur, zahiri heç nədir yoxdur, daşqaşı yoxdur. Göz qamaşdıran deyil Musa. Bugün göz qamaşdıran tamamilə maddi parametrlərlə boğmaqdır. Ya süni intellektlə, Android sistemi ilə, sosial platforma, cəzzablıq və göz qamaşdıran, bax bu Fironun təklif etdiyi göz qamaşdırıcı şeyləri, vasitələri, ikinci həyat dediyimiz second life, virtual aləmdə bizə yaşadıb, aktual aləmimizdə xəyalla bizə yaşadırlar. Xəyal köpüyü ilə böyüdürlər. O dünyanın içərisində istədikləri kimi bizi təhqir edib, istədiklərini bizə dost və düşmən edə bilirlər. Niyə? Çünki kimliyimiz artıq o deyil. Kökümüz həqiqi kökümüz deyil. Elə bilirik ki, virtual aləmdə xəyal aləmi qurduğumuz aləm bizim kimliyimizdir. Elə bilirəm ki, oyam. Aktual aləmdə də onu yaşatmağa çalışıram. Mən özümü təsəvvür edin, məni inandırsınlar ki, sən böyük bir alimsən. Mən ona uyğun rəftar edəcəm. Pisli, yaxşılı. Məni inandırsınlar ki, bir formada sən məsələn filan qüdrətin və filan yerin sahibisən, ona uyğun rəftar edəcəm. Görürsünüz, bəzən cihazlar var, dəstgahlar. Gözlərinə taxırlar, oyunlar oynayırlar, filan aləmdə gedir. Özün atır. Orada düşür məsələn bir çalıya, amarca atır məsələn, atlandırır, bu özün atır o tərəfə. Ya məsələn 3D filmlər var da, 3D filmlər ya 4D. Orada görürsünüz, qabağıma maneə çıxır. Aktual aləmdə sən o deyilsən, virtual aləmdə.
Amma onu aktual aləmdə yaşadırsan və ən bariz nümunələrindən yuxuda. Ya məsələn, insan çort vurur yuxuya gedən kimi də belə. Görürsünüz, bəzən yerində çapalayırsan. O aləmdə düşürsən bir çalıya, bir nəyəsə belə ayağın hündürdən aşağı düşür. Tez bədəni və o əsəri qoyursan. Bu sehirdir. Zor gücünə o deyil ki, sırf cadudur. Xeyr, ən böyük cadu süni intellektə nökər olmağımızdır. Sosial platformalara nökər olmağımızdır. Siyonist rejim, yenə də deyirəm, Siyonist Yahud protokolları, framasionerlər 19-cu əsrin son illəri və 20-ci əsrin əvvəllərindən necə ortaya çıxartdılar? Bu protokollarda nə idi? Xoşbəxtlikdən mətbuat və qızıl. Diqqət eləyin. Mətbuat, yəni media, bu süni intellektləşmə. Və qızıl, yəni bax bu Fironun dediyi, zərziba ilə anlatmaq. Meyar bu olanda sən elə bilirsən osan, kimliyin o da artıq qutardı, sən real kimliyindən uzaqsan. Onda o kimliyi və uyğun sənə dost və düşmən mən təyin edirəm. Bugün Azərbaycan alovunu o tərəf aparırlar. Zərər də həmin xalqın özünə dəyir. Baxın, 54-cü ayədə fəstəxəffə qavməhu fəəta'u, qövmünü, tayfasını bu Firon təhqir elədi, kiçik saydı, məsxəriyə qoydu. Onlar da fasiləsiz itaət etdilər. Bax, mənim istədiyim buradadır. Sehrə itaət etdilər. Allah qorusun, ayənin davamında həmin 54-də Allah buyurur, İnnəhum kənu fəsiqin. Niyə? Bilirsiniz niyə itaət etdilər? Özləri istəyirdi, fasiq idilər. Açıq-aşkar günah, fasiq birisi, yəni nə? Günah edir, günah ilə fəxr edir, açıq-aşkar ona, buna, dostuna. Bilirsiniz də biz uşaqlıqdan bizi necə böyüdürdülər Azərbaycanın özündə. Kiminsə evini yıxmaq bəzi o günah işlər fərasətli uşaqdır. Filan kəsin uşağı nə fərasətlidir. Qaz vurub qazan doludur. Və biz fəəta'u, biz qəbul elədik. Nə ilə? Zərziba. 70 il dedik Sovetin baskısında qaldıq. Sovetin təzyiqində qaldıq. Elə bildik azadlığa çıxdıq. İndi azadlığa çıxmışıq adını görürük axı nə gün deyik. İstir maddi, istir mənəvi. Ən azı bir qrup görürük də bunu. Başlayır Soveti tərəfləməyə. Qardaşım, nə Sovet, nə Əliyev sistemi, nə Qərb sistemi, nə Şərq sistemi, İslam bu nicat verəcək. Allah buyurur, fasiq idilər, fəxr idilər öz günahları ilə, fərasət deyirlər, ona görə itaət elədilər də. Firon deyən ki, mən dəmirim qoğam, deyirlər, baş üstə. Amma aqibət nədir? Bundan ehtiyat olmaq lazımdır. Fələmmə əsəfunə intəqəmnə minhum fəəğraqnəhum əcməin. Bəs elə ki, bunlar bizim sözümüzü dinləmədilər bu cəmaat, Firona qulaq asdılar və təhqiri qəbul elədilər. Təəssüf yaratdılar bizdə özlərinə qarşı, Allah deyir. İntəqəmnə, intiqam aldıq onlardan. Nemətləri çevirdik, niqmə, bəlaya saldıq. Allahın sünnəti işlədi. Fəəğraqnəhum. Beləliklə onları qərq elədik, əcməin. Allahın sünnəsi budur. Demirsən, Palazabir'in elindən sürün. Filan kəslərin, sən filan kəslərdən çox bilirsən, deyirsən, Ramazan ayı belə olmalıdır. Sən filan kəslərdən çox bilirsən, durub hökumətə qarşı səsini çıxardırsan, etiraz eləyirsən. Sən filan kəsdən çox bilirsən, filan kəsin də balası mümindir. Filan hacı da gedib rəqs olan toyda oturur da, nə olsun? Filan kəs. Palazabir'in elindən sürün. Allah deyir, Palazabir'i döyüm onları. Əcməin əğraqnəhum. Hamısını qərq elədim. Qərq elədim də Firon dövründə Firon nə ilə öyünürdü. Allahın sünnəti dəfələrlə bunu demişik ya. Azərbaycan alovundan danışanda da deyirik, Əliyev hökuməti və yaxud da siyonist hökumət strukturaları pan-türk fitnəsi ilə öyünür. İranın şimalında nəyə ümid edirlərsə, nə ilə öyünürlərsə onunla vurulacaqlar. Bu Allahın sünnəsidir və möminlərin əli ilə bunu yerinə yetirir. Mutmain olun və arxain olun. Amma xalq olaraq nə ilə
batırdı. Firon öyündüyü bayaq nə dedi ayədə? Dedi ki, Firon deyir ki, nəhərlər, bu çaylar mənim altımdan ax, mənimdir. Dəmir yumruq, gedib otururam çayın üstündə şəkil çəkdirirəm. Mənimdir. Xalq da itaət etdi. Hamısını bir yerdə qərq elədim. Öyündükləri ilə vurdum. İndi görün Azərbaycan alovunda, istəyir daxili və xarici siyasətdə nə ilə öyündürürlər bizi? Diqqət edin. O yerdən Allah deyir vurdum və qərq elədim hamısını. Demirdim palaza bürün, ellə sürün. Həmin o el var ha. Palaza büründün, ellə süründün. 2-3 gün elə bildin, xoş gün yaşayacaqsan. Heç onu da yaşaya bilmədin. Ellə sürünmürsən, get. El qərq oldu. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.